Təqsirləndirilənlər ümumiyyətlə prokurorun verdiyi suallara cavab verməkdən imtina etdi. Hesab edir ki, ithamlar zaten saxtadır deyə suallara cavab verməyin də bir əhəmiyyəti yoxdur. Digər təqsirləndirilən şəxslərdən Sevinç Abbasova bugün sərbəst ifadəsini verdi. Bizim ona sualımız sadəcə Elnarə ilə birlikdə səfəridir. Çünki itham ondan ibarətdir ki, mütəşəkkil dəstə ölkə xaricindən, qaçaqmalçıq yolundan deməli, xarici valyutalar gətiriblər. Sevinç də bildirdi ki, Elnarə heç vaxt heç hara getməyiblər və Elnarə bu itham olunan müddətdə yalnız bir dəfə özü səhv etmirəmsə 2019-cu ildədir. Ölkədən 2-3 günlük səfəri olub və bu səfərdə olanda da o Abzas Medianın heç bir əməkdaşlığı olmayıb və tək başına olub. Sadəcə hər birimizin getdiyi tətillərin biri kimi bir neçə günlük tətilə gedir. Vəssalam, bundan başqa Elnarə heç vaxt xarici ölkəyə getməyib, heç bir tədbirlərdə iştirak etməyib. Dövlət ittihamçısının bütün təqsirləndirilən şəxslərə sualları eynidir və o əvvəlcədən yazılmış bir suallardır. Və hansı ki, o sualların əksəriyyətinin ümumiyyətlə təqsirləndirilən şəxslərə aidiyyəti yoxdur. Ona görə ki, onlar hər hansı bir cinayət törətməyiblər və o sualların da mahiyyəti üzrə cavabını bilmirlər. Ona görə ki, ittiham tamamilə uydurulmuş bir ittihamdır.